şəraitdə saxlanmayan və ya istifadə müddəti ötmüş qənnadı məmulatları insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Qənnadı məhsulların daşınması zamanı sanitar-gigiyenik qaydaların gözlənməsi onların keyfiyyətli şəkildə saxlanmasını da təmin edir. Daşınma zamanı qaydalara ciddi əməl etmədikdə məhsul bir sıra amillərin təsirinə məruz qalır. Tez xarab olan qənnadı məhsulların daşınması 6 dərəcə Selsiyə-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan məhsullarla bir arada daşınması və saxlanması yol verilməzdir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onların saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalamada qeyd edilən məlumatlara diqqət yetirməlidir. Dadı və formasına görə şübhə yaradan etiket məlumatları aydın olmayan, markalanmayan məhsulları almaqdan çəkinmək lazımdır. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız xüsusi gigiyenik vasitələr, əlcək, maska və başlıq ilə təmin olunmuş işçi heyəti tərəfindən istehlakçılara təqdim edilməlidir.